إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli qardaş və bacılarım, hörmətli dinləyicilər, Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərinin izahı silsiləsinə davam edirik. Biz keçən mövzuda dəstəmaz fəsli barəsində danışdıq və onun fəziləti üstünlüyü barəsində bəzi dəlilləri qeyd etdik və həmçində bəzi faydaları zikr etdik və sonda isə qeyd etmişdik ki, dəstəmazın sünnətləri, fərzləri, vacibləri var və onları növbəti dəfələrdə toxunacaq həmin məsələlərə və bu gün də Allahın izni ilə həmin mövzulardan biri, yəni dəstəmazın sünnətlərindən olan dişləri təmizləmək barəsində olan hədisə keçid alacaq və bu da hədislərin rəqəmi üzrə, silsiləsi üzrə Buluğul Məram kitabında 32-ci hədis olacaq. Allahın yardımı ilə, Allahın köməyi ilə. Deməli, bugünkü mövzumuz qeyd etdik ki, misvak haqqında olacaq, misvaklama barəsində. Hədis belədir ki, Ən Əbi Hüreyrə radiyallahu anhu an Rasulillahi sallallahu aleyhi ve sellem ənəhu qal. Əbu Hüreyrədən rəvayət olunur ki, Rasulullah sallallahu aleyhi ve sellem dedi, Ləulə ən əşuqq alə ümməti lə əmərtuhum bis-sivak ma'a kulli vudu. Əxrəcuhu Malik və Əhməd və Nəsai və Səhhahu İbn Xüzeymə və Zəkərul Buxari təliqa. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, əgər ümmətimə çətinlik verməyəcəyindən qorxmasaydım, onlara hər dəstəmazla bərabər misvaklamağı əmr edərdim. Hədisi Malik, Əhməd və Nəsai rəvayət edib, İbn Xüzeymə hədisi səhihləşdirib və Buxari isə onu müəlləq olaraq zikr eləmişdir. Bu hədisin şərhində qeyd edə bilərik ki, Buxari və Nəsai rəvayətlərində həmçində belə bir əlavə var ki, hər namaz vaxtı, yəni ümmətimə çətinlik verməyəcəyindən qorxmasaydım onlara hər namaz vaxtı, hər namazla bərabər misvaklamağı əmr edərdim. Ümumiyyətlə, namaz qulu ilə uca Allah arasında bir bağdır. Buna görə də ibadətin şərəfini göstərmək üçün qulun ən yaxşı görkəmdə, ən gözəl halda olması lazımdır. Və buna görə də təmizlik namazın səhihliyi üçün şərt edilib. Və həmçinin biz keçən dəfə yəni dəstəmaz barəsində danışdıq və dəstəmaz da namaza bir növ hazırlıqdır. Namazın qəbul olunması üçün, namazın doğruluğu üçün şərtlərdəndir. Və misvak da həmçinin, misvakla pis qoxu verəcək iylərdən insan ağzını təmizləyir və dişləri misvaklamaq barədə İmam-ı Tirmizi qeyd edib ki, yəni misvaklamaq barəsindəki hədislər bir qrup, bir neçə sahabələr rəvayət ediblər dişləri misvaklanmasını və Əbu Hüreyrə ilə birlikdə yəni 17 nəfərin adını çəkib ki, dişlərin misvaklanması barəsində həmin sahabələrdən hədis rəvayət olunub. Əbu Bəkr, Əli, İbn Abbas, İbn Ömər, İbn Amr, Ayşə, Hüzeyfə, Zeyd və həmçində Zeyd ibn Xalid və başqa sahabələr, Allah onlardan razı olsun, dişləri misvaklamaq barədə hədis rəvayət ediblər. Və alimlər qeyd ediblər ki, yəni misvakdan istifadə etmək və həmçində dəstəmaz zamanı, dəstəmaz anında dişləri misvaklanması, yəni bu barədə gələn hədislər yəni təvatürdür. Yəni çox sayda sahabələrdən bu barədə hədislər nəql edilib. Və həmçinin də qeyd olunur ki, 31 sahabənin bu məsələdə hədis rəvayət etdiyi qeyd olunmuşdur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem misvakın iki böyük faydasını qeyd edərək buyurub ki, misvak, misvaklamaq ağzı təmizləyir, Rəbbi isə razı salır və həqiqətən də insanın dişlərini misvaklaması həm onun ağzının təmizliyidir, həmçinin də Allahın rızasıdır, Allahın razılığıdır.
Və Peyğəmbərin sallallahu əleyhi və səlləmin hədisdə qeyd eləməsi ki, "Ləulə ən əşuqqa alə ümməti", əgər ümmətimə çətinlik verməyəcəyindən qorxmasaydım. Buradakı deməli ləulə kəlməsi barəsində alimlər qeyd edirlər ki, ləulə buradakı həmin kəlmə bir şeyin mövcudluğuna görə digərinin baş verməməsini bildirən hərfdir. Ləulə kəlməsi, buradakı əgər kəlməsi və hədis misvaqla bağlı əmrin vacibliyi üçün deyil, buradakı əmr vacibliyi üçün deyil, bəyənilən əməl, müstəhəb əməl olmasına dəlildir. Və beləcə, məşəqqətin, çətinliyin mövcudluğu səbəbindən burada əmr vaciblik hökmü olaraq baş verməyib. Yəni, vaciblik hökmü baş verməmişdir. Və misvaqın vacib deyil, müstəhəb olması, bəyənilən olması rəyi elm əhlinin əksəriyyətin rəyidir. Hətta bəzi alimlər bu məsələdə icma olduğunu iddia etmişlər. Və Peyğəmbərin sallallahu əleyhi və səlləmin qeyd edilməsi ki, "Alə ümməti", ümmətimə. Buradakı ümmətim, ümumiyyətlə bilmək lazım, ümmət kəlməsi cəmaat və tayfə mənasındadır. Və elm əhli Peyğəmbər sallallahu əleyhi və səlləm ümmətini iki qismə bölüb, dəvət ümməti, bir də icabət ümməti. Peyğəmbərin sallallahu əleyhi və səlləm göndərilməsindən sonra qiyamət gününə qədər mövcud olan hər bir kəs, bütün bəşəriyyət dəvət ümmətindən sayılır. Və onlara İslamı qəbul etməyə vacibdir. Amma icabət ümməti isə Peyğəmbərin sallallahu əleyhi və səlləm çağırışına cavab verib onu qəbul edənlərdir. Və burada da hədisdə də ümmət dedikdə məhz icabət ümməti nəzərdə tutulur. Çünki dəvət ümməti, yəni hələ İslamı qəbul etməyənlər, misvaqlanmaqla deyir, ilk öncə İslama daxil olmaqla mükəlləfdirlər. Peyğəmbərin sallallahu əleyhi və səlləm "Ləəmartuhum", onlara əmr edərdim sözünə gəldikdə isə, yəni vacib edərdim. Onları buna məcbur edərdim. Bu hədisdə onlara misvaqlanmağa əmr edərdim. Yaxşı, sözündən məqsəd nədir? Bu arada məqsəd misvaqlanmaq burada alət deyil. Fəaliyyətin, yəni dişləri təmizləməyin özüdür. Yəni dişləri təmizləməyi onlara əmr edərdim. Peyğəmbərin sallallahu əleyhi və səlləm "Mə'a kulli vudu", hər dəstəmazla bərabər sözü həm vacib, həm də müstəhəb olan dəstəmazları əhatə eləyir. Və həmçində qeyd etdiyimiz hər namazla bərabər onlara misvaqlanmağa əmr edərdim. Burada həm nafil namazlar, həmçində fərz namazlar nəzərdə tutulur. Peyğəmbər sallallahu əleyhi və səlləm misvaqlanmağın dəstəmazın hansı hissəsində, hansı yerində olacağını bəyan eləməyib. Yəni o dəstəmaza başlamazdan əvvəl, dəstəmaz əsnasında, yoxsa ondan sonra edilməlidir. Bu barədə bir şey qeyd olunmayıb və hədis ümumidir və bu açıqlanmayıb. Lakin alimlər, Allah onlara rəhmət etsin, misvaqın ağzı yaxalama, madmada zamanı istifadə olunmasını seçiblər və deyiblər ki, çünki bura ağzın təmizlənmə yeridir, beləliklə ağız yaxalanan zaman misvaqlanmağın olması daha uyğundur. Hədisin faydalarından birincisi Peyğəmbərin sallallahu əleyhi və səlləm öz ümmətinə olan şəfqəti. Və bu dilində zəruri bilinən məsələlərdən biridir ki, o ümmətinə qarşı hər zaman şəfqətli olub. Və bunlar təvatür bir çox yollarla sabit olur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ümmətinə qarşı hər bir zaman şəfqətli olub və bütün bunlar, yəni bu hökmlərin asanlaşdırılması Peyğəmbərin sallallahu əleyhi və səlləm ümmətinə olan, yəni canının yanmasından, onlara olan rəhmətindən və onlar üçün o hiss elədiyi narahatlıqdan irəli gəlir. Və bu uca Allahın öz kəlamı ilə vəsf etdiyi həmin uca əxlaqın bir nümunəsidir. Uca Allah buyurur ki, "Laqad ca'akum rasulun min anfusikum", sizə özünüzdən elə bir rəsul gəldi ki, "Azizun alayhi ma anittum", sizin sıxıntıya düşməniz ona ağır gəlir. "Harisun alaykum", və sizə qarşı çox istəkli, çox həris. "Bil mu'minina raufur rahim", müminlərə qarşı isə şəfqətli və rəhimlidir. Necə ki, uca Allah bunu
öz kəlamında Tövbə surəsi 128-ci ayədə qeyd elədiyi kimi. İkincisi isə, ikinci fayda Peyğəmbərin sallallahu əleyhi və səlləm hökmlər barəsində ictihad etmək haqqının, səlahiyyətinin olması. Çünki o, Peyğəmbər sallallahu əleyhi və səlləm əgər ümmətimə ağır gəlməsəydi, onlara əmr edərdim kəlməsi onu göstərir ki, yəni burada Peyğəmbər sallallahu əleyhi və səlləmə ictihad etmək səlahiyyəti ona verilmişdi. Yəni o qeyd eləmədi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm əgər Allah mənə onlara əmr etməyimi buyursaydı, yəni bu kəlməni işlətmədi. Birbaşa özü dedi ki, əgər ümmətimə ağır gəlməsəydi, onlara əmr edərdim. Yəni beləliklə, misvaqlamağı, dişləri dəstəmaz anında və yaxud da namaz vaxtında, yəni o şeyin vacib olmaması, vacib edilməməsi Peyğəmbər sallallahu əleyhi və səlləm tərəfindən bu işdə ona mane olan Allahın əmrinin olmaması deyil, yalnız məşəqqət və çətinlik səbəbidir ki, birdən ümmətinə ağır olar. Deməli, Peyğəmbərə sallallahu əleyhi və səlləm ictihad etmək ona icazə verilmişdi. Sonra əgər Uca Allah onu bu ictihadından təsdiqləyərsə, iqrar edərsə, o hökm Allahın təsdiqi ilə şəri bir hökmə çevrilir və əsl olan da budur. Əgər Allah onu təsdiqləməzsə, o hökm ortadan qalxar. Uca Allah başqa ayədə buyurur ki, Ya eyyuhən nəbi, ey Peyğəmbər, limə tuharrimu mə əhəllallahu lək təbtəği mərdatə əzvacik. Zövcələrinin razılığını qazanmaq üçün Allahın sənə halal etdiyini niyə özünə haram edirsən? Deməli, Peyğəmbərə sallallahu əleyhi və səlləm hökmlər barədə ictihad etmək icazəsi verilmişdir. Əgər Allah onu təsdiqləyərsə, bu Allah qatından olan bir şəriətə çevrilir. Yox, əgər Allah onu təsdiqləməzsə, bu da çox nadir hallarda baş verir. O halda həmin hökm ortadan qalxar. Və həmçinin növbəti fayda şəriətin genişliyi və asanlığı. Və yəni Uca Allah buyurur ki, Yuridullah en yuxaffifə ankum. Allah sizin üçün yüngülləşdirmək istəyir. Başqa ayədə buyurur, Və mə cəalə aleykum fid-dini min harac. Dində sizin üçün heç bir çətinlik Allah yaratmayıb. Və bunu göstərir ki, şəriət asanlıqdır, onda heç bir çətinlik yoxdur. Və növbəti faydalardan zərərin qarşısını almaq fayda əldə etməkdən öncədir. Və bu şəri bir qaydaya söykənir ki, dərul məfəsid müqəddəm alə cəlbil masalih, məfsədələrin, zərərlərin dəf edilməsi, məsləhətlərin, faydaların cəlb edilməsindən öncə gəlir. Yəni, misvakın vacib olması halında vacibi tərk etmək səbəbindən günaha batmaq zərəri hər dəstəmaz zamanı misvak istifadə etməyin vacib olmasındakı mənfəətindən daha üstün tutulub və buna görə də misvak vacib edilməmişdir. Və növbəti fayda isə dəstəmaz zamanı və yaxud da namaz vaxtı, namazdan öncə misvaklanmağın hikməti budur ki, biz Allaha yaxınlaşdığımız hər bir vəziyyətdə ibadətin şərəfini, ucalığını izhar etmək üçün tam təmizlik halında olmaqla əmr olunmuşuq. Həmçinin deyilib ki, bu əmr təmizlik tələbi həm də mələklərlə bağlıdır. Çünki mələklər pis qoxulardan narahat olurlar, əziyyət çəkirlər. Misvak istifadəsinin, yəni sirrinin qeyd olunan hər iki amilinin cəm olması uzaq bir ehtimal deyil. Çünki bu barədə Buxarı Müslimin Cəbirdən Allah ondan razı olsun, mərfu olaraq rəvayət etdikləri hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, kim sarımsaq, soğan və ya kəvər yeyərsə, məscidimizə yaxınlaşmasın, çünki insanların əziyyət, narahatlıq duyduğu şeylərdən mələklər də əziyyət çəkirlər. Növbəti fayda isə misvaklanmağın, dişləri təmizləməyin təkid olunması mühümliyi. Çünki Peyğəmbəri sallallahu əleyhi və səlləm yəni misvaklanmağı vacib etməkdən çəkindirən yeganə səbəb yalnız məşəqqət səbəbi idi. Ümmətinə
çətin gəlməsin deyə Allah Rasulullah sallallahu əleyhi və səlləm bunu ümmətinə vacib etməmişdir. Növbəti fayda isə bəziləri deyirlər ki, əmirdə əsl olan vaciblikdir. Və onlar həmçinin öz fikirlərini müəyyən dəlillərə əsaslandırıblar. Və alimlərdən digər qrup isə deyib ki, əmrdə əsl olan müstəhəblikdir. İşin bəyənilen olmasıdır. Və onlar da öz rəylərini dəlillə əsaslandırıblar. Bəziləri isə fərqləndirmə aparıblar. Deyiblər ki, əgər əmrdən məqsəd təəbbud, Allaha sırf ibadət etməkdirsə, bu halda əmr vacibliyi bildirir. Əgər əmrdən məqsəd təəddüb, ədəb, ərkan, əxlaq qaydalarıdırsa, bu halda əmr müstəhəbliyi o işin bəyənilen olmasını bildirir. Ümumi qayda olaraq rəylər içərisində yəni doğruluğa ən yaxın olan budur. Yəni ibadət və ədəb fərqi. Lakin bunu da mütləq qayda saymaq olmaz. Çünki elə əməllər var ki, mahiyyətcə ədəb sayılsa da hökmən vacibdir. Və bunu İbn Hüseyin rahimehullah Fəthül Cəlal və İkram kitabında qeyd edir, hansı ki bu kitab Buluğul Maramın şərhidir. Və digər növbəti fayda isə misvaqlamağın hər dəstəmazda istifadəsinin müstəhəbliyi təkid olunur. Və misvaqın növbəti fayda isə misvaqın vacib olmaması. İstər dəstəmaz vaxtı, istərsə də namaz vaxtı misvaqlanmaq, misvaqdan istifadə etmək vacib deyil. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ümmətinə çətinlik yaratmaq qorxusuna görə onu vacib etməkdən çəkinmişdir. Növbəti fayda isə vacib edilməməsinin əsas səbəbi onu Peyğəmbər sallallahu əleyhi və səlləm bu şeyi vacib etməyə mane olan amil insanların bu vəzifəni yerinə yetirə bilməməsi qorxusudur. Çünki bir əməl vacib olsaydı və yerinə yetirilməsəydi, bu insanın günah qazanmasına səbəb olardı. Peyğəmbərin sallallahu əleyhi və səlləm məqsədi ümmətini bu günahdan qorumaq olmuşdur. Növbəti fayda isə bu şərəfli hədis İslamı qaydaların, şəriət qaydalarından birinə dəlildir. Əl-məşəqqətü təclibut teysir. Məşəqqət, çətinlik, teysiri, asanlığı gətirir. Və belə ki, misvaqlanmağın vacib edilməsində məşəqqət yaranması qorxusu onu fərz vacib edilməməsinin səbəbi olmuşdur. Növbəti fayda isə Peyğəmbər sallallahu əleyhi və səlləm ümmətinə fərz edilməsi qorxusuna görə bir çox fəzilətli ibadətləri bəzən ümməti ilə birlikdə icra etməkdən və ya onlara bunu qəti şəkildə əmr etməkdən çəkinmişdir. Buna misal olaraq Ramazan ayında gecə namazının yəni təravihin cəmaatla qılınması və həmçinin misvaq istifadəsi və həmçində İşa namazının öz fəzilətli vaxtına gecənin bir hissəsinə qədər bu ümmətə xasdır, yoxsa bütün ümmətlər üçün var idi dəstəmaz? Cavab olaraq qeyd olunur ki, dəstəmaz bütün ümmətlər üçün var idi, yalnız bu ümmətə xas deyil idi və bu ümmət üçün dəstəmazdan xas olan şey qiyamət günü dəstəmaz üzvlərinin nuh saçmasıdır. Çünki onlar qiyamət günü yəni onların ətrafları bu nurla nurlanacaq və onlar belə çağırılacaqlar. Və sünnənin zahirdə buna dəlalət edir. Buxarda gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, mənə məndən əvvəlki peyğəmbərlərdən heç kimə verilməyən 5 şey verildi. Onlardan biri olaraq su tapılmadıqda Peyğəmbər sallallahu əleyhi və səlləm təyəmmümü zikr eləmişdi. Ona bu da dəlalət edir ki, bizdən başqaları da bizim təmizliyimiz kimi, dəstəmazımız kimi dəstəmaz alırdılar. Yalnız təyəmmüm istisnadır. Həmçinin Buxarı Müslimdə Peyğəmbərin sallallahu əleyhi və səlləm bu sözlə dəlalət edir. Həqiqətən mənim ümmətim qiyamət günü dəstəmazın izindən, yəni uğurla muhəccəlin, bu halda çağırılacaqlar. Dəstəmaz üzvləri parıldayan halda çağırılacaqlar. Və görünən odur ki, xüsusi olan şey yalnız bu ümmətə nəsib olacaq savabdır. Üçüncü məsələ, misvaqlanmağın bəyənilən halları nə vaxtdır? Qeyd edə bilərik ki, dəstəmaz zamanı dişləri təmizləmək
misvakdan istifadə etmək və yaxud da misvaklanmaq, həmçinin namaza durarkən, yuxudan durarkən, evə girərkən, ağzın qoxusu dəyişdikdə və belə vaxtlarda misvaklanmaq, dişləri təmizləmək və yaxud da misvakdan istifadə etmək, araq ağacının budağından istifadə etmək bəyənilən hallardandır. Və Nəsaidə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, misvaklanmaq ağzı təmizləyər, Rəbbi isə razı salır. Və alimlər Quran oxuyarkən misvakdan istifadə etməyin müstəhəb olduğunu da həmçinin qeyd ediblər. Və bəzi alimlər deyiblər ki, misvaklanmaq uzun müddət insan susduqda da istifadə olunur. Bu da bəyəniləndir. Çünki çox vaxt uzun müddət danışmamaq ağız qoxusunun dəyişməsinə səbəb olur. Belə ki, ağza hava girmir və çıxmır və bu da ağız qoxusunun hava hərəkətsizliyindən ağız qoxusunun dəyişməsinə səbəb olur. Və belə halda misvakdan istifadə etmək və yaxud da misvaklanmaq, dişləri təmizləmək bəyəniləndir. Dördüncü məsələ, bu vaxtlardan istisna olunan bir vaxt var. Yəni, biz vaxtlar qeyd elədik ki, dəstəmaz zamanı, namaza durarkən, yuxudan durarkən, evə girərkən, ağzın qoxusu dəyişdikdə, Quran oxuyarkən, bu vaxtlarda misvaklanmaq bəyəniləndir. Bəs başqa vaxtlarda necə? Bəli, başqa vaxtlarda da insan misvaklana bilər. Misal olaraq, oruclu üçün insan misvaklana bilər. Dişlərini təmizləyə bilər və yaxud da misvakdan istifadə edə bilər. Və bəzi elm əhli qeyd edib ki, oruc tutan şəxs üçün zəval vaxtından gün ortadan sonra misvak etmək bəyənilmir, misvaklanmaq, dişləri təmizləmək bəyənilmir. Onlar buna dəlil olaraq mənasında açıq aydın olan, lakin səhih olmayan bir hədisi və mənasında açıq aydın olmayan, lakin səhih olan bir hədisi əsas gətiriblər. Mənası açıq aydın olan, lakin səhih olmayan hədisə gəldikdə, bu, oruc tutduğunuz zaman səhər misvak vurun, axşamüstü isə vurmayan hədisidir. Və bu hədis, yəni İbn Həcər tərəfindən zəif hesab edilib və bu məna baxımından açıq aydındır, lakin səhih deyil. Dəlildə isə ən mühüm olan şərt onun səhih olmasıdır. Və səhih olan, lakin mənasında açıq aydın olmayan dəlilə gəldikdə isə Peyğəmbərdən sallallahu aleyhi ve sellem sabit olmuşdur ki, o belə buyurub. Oruc tutanın ağzının qoxusu Allah qatından müşk qoxusundan daha gözəldir. Hədisi Buxarı Müslim rivayət edib. Hədis səhihdir, lakin misvakın qadağan olunması barədə açıq aydın deyil. Bunun izahı odur ki, insan misvak istifadə etsə belə, bilmək lazımdır ki, o qoxu yox olmur. Çünki həmin qoxunun mənbəyi mədədir. İnsan misvaklansa belə, yəni dişlərini misvakla təmizləsə belə, o qoxu yenə də çıxmağa davam edir oruclu ikən. Həmçinin bu hədisdən o məna çıxmır ki, insan bilərəkdən bu qoxunu özündə saxlamalıdır. Bunun mənası odur ki, ibadətdən doğan bu nəticə, insanın ağzından qoxunun gəlməsi, bu insanlar arasında bəyənilməsə də Allah qatında sevimlidir. Çünki insan oruc tutub ona görə. Və ona görə də yəni doğru olmayan bir istinbat üçün misvakın hər zaman müstəhəb olduğunu bildirən ümumi dəlilləri tərk etmək olmaz. Misvakın məkruh olduğunu, bu vaxtı bəyənilməyən olduğunu deyənlər bunu zəif bir səbəblə əsaslandırırlar və deyiblər ki, həqiqətən günün sonunda orucunun mədəsindən xoşa gəlməz bir qoxu gəlir və bu qoxu orucunun ağız qoxusu adlanır. O, Allah qatından müşk qoxusundan daha xoşdur. Və onlar deyiblər ki, əgər vəziyyət belədirsə, o qoxunu aradan qaldırmağa çalışmaq olmaz. Çünki o, Allah qatından müşk qoxusundan daha xoşdur. Lakin biz buna orucunun misvak istifadə etməsinə qarşı çıxanlara heç bir məhdudiyyət qoyulmadan mütləq şəkildə misvakdan istifadəni göstərən ümumi dəlillərlə cavab veririk. Sahabə Amr bin Rabi'a deyir ki, mən Peyğəmbəri sallallahu aleyhi ve sellem oruclu olduğu halda saysız hesabsız misvakdan istifadə edərkən görmüşəm.
Və Buxari bu əsəri, bu rəvayəti mualləq şəkildə zikr eləyib. Əslində bu məsələni isbat etmək üçün həmin rəvayətə ehtiyac duymaq mütləq zərurət deyil. Çünki əlimizdə daha ümumi dəlillər var. Misal olaraq, Peyğəmbər sallallahu əleyhi və səlləm elə bu mövzuda qeyd etdiyimiz hədisi hər dəstəmazla birlikdə onlara misvaqlanmağı əmr edərdim. Və həmin hədis buna bir nümunədir. Və bu ifadə ümumiliyi bildirir və həm digər insanların dəstəmazını, həm də orucunun günortadan sonraki dəstəmazını əhatə eləyir. Və doğru olan rəy budur ki, digər vaxtlarda sünnə olduğu kimi orucluya da hər zaman misvaqdan və ya misvaqdan istifadə etmək sünnədir. Və sonuncu fayda isə biz əvvəldə qeyd etmişdik ki, bu din asanlıq dinidir. Yəni bu dində çətinlik yoxdur, Allaha həmd olsun. Və Peyğəmbər sallallahu əleyhi və səlləmin yolu da bu idi, asanlaşdırırdı, çətinləşdirmirdi. O iki iş arasında seçim etməli olduqda günah olmadığı müddətcə mütləq onların ən asanını seçərdi. Və ona görə də alimlər qeyd edirlər ki, bu qaydaya əsasən əgər alimlər bir məsələdə ixtilaf etsələr, onlardan bəziləri həmin əməli halal, bəziləri haram, yaxud bəziləri icazəli, bəziləri vacib görərsə və bu iki rəydən birini üstün tutmaq üçün qəti bir dəlil olmazsa, o zaman biz halallıq və icazəlik tərəfini üstün tuturuq. Çünki bu daha asandır. Yəni bəzi alimlərin deməsi ki, biz daha zəmanətli olsun deyə daha şiddətli, çətin olan tərəfi ehtiyat olaraq götürürük. Lakin onlara cavab olaraq qeyd olunur ki, əsl ehtiyat şəriətin asanlıq qaydasına tabe olmaqdadır. Ehtiyat insanları vacibliyi bəyan olunmayan bir şeylə mükəlləf edib, yük altına salıb onları buna məcbur etmək deyil. Hər bir halda dinimiz asanlıq dinidir. Təbii ki, şəriətin qəbul etdiyi çərçivədə insan hər bir zaman asanlıqdan yapışmalıdır. Uca Allah bizləri eşidib yaxşısını tabe olanlardan etsin. Subhanəkəllahumma hamdika əşhədu en la ilahə illə ent, əstəğfiruka və etûbü ileyk.